Salam hörmətli Avroviziya fanları, hər birinizi salamlayıram. YouTube kanalımda xoş gördük hər birinizi. Bugün yenidən reaksiya videosu ilə qarşınızdayım. Və bugün növbəti müzakirə edəcəyimiz, reaksiya bildirəcəyimiz və analiz edəcəyimiz mahnı Yunanistan'da onun şanslarını dəyərləndirəcək. Yunanistan da maraqlı bir, ola bilsin ki, bu ilin belə deyək də troll tipli bir mahnılarından biri olacaq. Əyləncəli bir mahnı. İzləmə sayda artıq yarım milyona gəlib çatıb. Həqiqətən maraqla gözləyirik görək bu nə mahnıdır belə. Ola bilsin yenidən o ilk beşliyə, hər il biz görürük belə mahnıların beşliyə, altılığa düşməsini. Görək bu dəfə necə təsir bağışlayacaq, amma Yunanistana daha çox biz sakit, drama bir mahnılarla, slow mahnılarla daha çox xatırlayırıq. Eyni zamanda o milli ənənələrinə sadiq mahnılarla çox xatırlayırıq Yunanlıları. Bu dəfə daha fərqli mahnıdır. Ola bilsin yenə elementlər var. Amma qulaq asmamışam, dinləməmişəm. İlk dəfə elə sizinlə birlikdə dinləyəcəm. Elə isə başlayaq artıq. Yunanistanı Akilas təmsil edir. Ferto adlı bir mahnı ilə. Ferto. Görək necə bir mahnıdır, şansları nə qədərdir, öz fikirlərimi bildirəcəm. Siz də şərhlərdə qeyd etməyi unutmayın, öz maraqlı fikirlərinizi gözləyirəm. Başlayaq. Sanki bir oyun konsolu kimi, oyundur. Möhtəşəm, möhtəşəm. Hələ ki, möhtəşəm gedir mahnı həqiqətən. Sanki bir oyunun içindədir. Akilas və mahnı bizi sanki hansısa bir video oyunun içinə daxil edib. Yəni ki, mahnının o ritmlərinə də fikir verdiniz. Davam eləyək, görək nədir? Bunun davamı nədir? Maraqla gözləyirəm. Maraqlı geyimi də var bu arada. Bu mahnı patlatacaq, onu deyim, may ayında. Adam yerində dayana bilmir. Yunan ritmlərini qeyd etmişdim, o milli elementlər, milli alətlərlə və gördünüz, burada da istifadə ediblər. Milli finalın qalibi möhtəşəm qalib seçiblər və bu sözü bəlkə də çox işlədir, amma həqiqətən möhtəşəm gedir mahnı. Belə gözləməzdim. Ferto, yəni bu sözlər çox güman ki, may ayında bizim ağzımızdan yerə düşməyəcək, dilimizdən düşməyəcək yerə. Aha, round 2 yazıldı artıq səhnədə. Məncə səhnəni biraz da inkişaf etdirmək olar bu mahnı, çünki tamam başqa bir temadır, mövzudur. Və bu mahnı ilə demirəm qalib gəlmiyorlar, amma ilk beşliyə rahat düşmək olar. Çünki azarkeşlər bu mahnıya yüklənəcəklər. Yəni dünyanın hər bir tərəfindən belə mahnıları sevir Avroviziya fanatları. Son illərdə ümumiyyətlə sevirlər. Son illərdə olmasın. Amma biz son illərdə daha çox görmüşük bunu. Mən hələ ki yaxşı qarşılayıram, qəşəng gedirlər. Ayaqqabı, geyim fərqlidir. Belə bir şey olmayıb hələ ki Avroviziyada. Yəni maraqlı trolldur, maraqlı troll mahnıdır. Davam eləyək. Aha, nəsə eləməyə çalışır. Sənət baxımından. Burada biz bütün nostalji oyunları görə bilərik. Nostalji oyunları görürük bəlkə də. Aha, indi ifaçını yuxarı qaldırırlar. Görək səsdə oynama falan nədir? O baxımdan necədir yəni? Yuxarıda necə oxuyacaq o çətin vəziyyətdə?
İnsan yerində dayana bilmir bu mahnıya. Berto. Işıqlar, ışıqlar. Möhtəşəmdir, yaxşıdır. Əla. Fikir versə, yenidən o milli Yunanlara məxsus bir ritmlər, alətlər, o ifa. İfa düzdür. Orada bir boğazlar elədi bu misradan əvvəl. Amma yenidən qayıtdı o dinamikliyə mahnı. Yaxşı gedirlər. Məncə finalı rahatlıqla var. Yəni finaldadır mahnı, rahat. Gözləyin ki, finaldadır. Sürpriz olsa, bəlkə rəqiblər çox güclü olsa, hə, onda. Amma bu mahnı çox əyləncəlidir. Yəni o səhnəyə də ya əyləndirməlisən, ya sənət ortaya qoymalısan, yaxşı da, yəni səsinlə. Ya əyləndirməlisən, ya da sənət ortaya qoymalısan. Ya da fərqli eləməlisən, maraqlı fərqli ki, azarkeşlər, izləyicilər tutsun onu. Yoxsa adi belə mahnı Avroviziya fərqlilik istəyir. Və bu da hələ ki, fərqli də əyləndirəndir, daha doğrusu. Fərqlilik də azmaz var. Hə, bu azmaz var. Maraqlı rəqsi də var. Mən dediyim o yerlərə gəlir, amma çox güman ki, bu mahnıda o hissələr olmayacaq. Belə mahnılarda inanmıram. 2 dəqiqə 10 saniyədən sonra nələrsə olsun. Sürətli repə də bəzən oxşuyur. Rep də var bu mahnıda. Maraqlı seçimdir Yunanistandan. Yunanistan belə mahnılar o qədər də seçməyib. Əslində illər boyu daha çox slow mahnılara üstünlüyü verib. Amma bu il fərqli. Ola bilsin artıq bezi bu. Biz məsələn Montenegronun onunla reaksiya videosu çəkəcəm. Montenegroya o da fərqlidir. Yəni daha çox Montenegrodur, Yunanistandır. Son illərdə slow mahnıya üstünlüyü verir. Amma Yunanistan məsələn əvvəlki dövrlərdə xatırlayırıq. Yəni Azərbaycanda iştirak edəndə maraqlı mahnıları var idi. Həqiqətən Afrodiziya yadınızdadırsa. Bu dəfə fərqli gəliblər, amma mənə elə gəlir ki, bu mahnı batmaz. Uğurlu sayıla bilər. Uğurlu olacaq. İzləmə sayda, 2 gün ərzində izləmə sayda onu göstərir. Sonluğuna baxaq. 4 rəqqas. Maraqlı papaqları var. Artisini çıxardı, eynəyə çıxartdı. Gözlənilməz. Mən gözləmirdim sözünü açığı, amma burada birdən-birə mahnı slow versiyasına keçdi. Amma sonda yenə o qalxma gözlənilir, onu da deyim. Görək o yerindən yenəcək, sakit slow versiyasında. Tamam başqa mahnı. Maraqlı seti də var, boyunbağısı. Bunu belə oxumağı da var imiş. Qayıtdı yəni. Sən belə oxu. Maraqlı ifa, həqiqətən maraqlı ifa. Avroviziyaya daha bir maraqlı iştirakçı gəlir. May ayında çox maraqlı olacaq. Həqiqətən bu iştirakçı, bu mahnı nə demək olar, uğurlar arzulamaq olar. Çox fərqli, biraz slow versiyasına keçir, yavaşca nəsə eləmə istəyir sənət baxımından. Amma keçirir yenə o troll. Yəni, çünki mahnını qaldırmaq üçün onu eləməlidir. Bu mahnı ona hesablanıb və məncə də uğurlu hesab oluna bilər. Şansları da ondan ibarət ki, mənə gəlir ki, bu mahnı
100% deməzdim, 100% heç nə yoxdur, amma 90-95% finaldadır. Yəni bu belə mahnılar qalmır. Yəni finalda ilişib qalmır. Əyləndirdi, yəni fərqlilik var. Biraz bəlkə çox dinləsən, yora bilər adamı, amma məncə yavaş-yavaş açılacaq daha doğrusu mahnı daha da dinləyiciyə xoş gələcək. Amma qulağı yora da bilər. O biraz mənfiləri də var. Amma elə gəlir ki, may ayının əsas hitlərindən olacaq. Yayın hitlərindən sayıla bilər bu İFA, bu mahnı. Bəli, növbəti reaksiya videomuzun sonuna gəldi. Təşəkkürlər izlədiyiniz üçün. Əgər izlədisə, bəyəndisə, like butonuna basmağı unutmayın. Kanala abunə olmağı unutmayın. Nə demək olar başqa? Şərhlərinizi bildirin, maraqlı şərhlərinizi gözləyirəm. Siz nə düşünürsünüz bu mahnı haqqında? Fikirlərinizi yaza bilərsiniz, şanslarını dəyərləndirə bilərsiniz. Hələlik növbəti videolarda görüşənədək kanalı izləməyi unutmayın. Növbəti videolar yaxında gələcək. Hələlik.